Qurbanlıq əti neçə hissəyə bölünür? Qurbanlıq əti, yəni bir 30 kiloluq heyvanı biz götürsək, onun 1/3 insanın özünə, 1/3 qohum əqrabaya və növbəti 1/3 isə ehtiyacı olan qonşulara və möminlərə bölünür. Bismillahirrahmanirrahim. Salam, dəyərli dostlar, hər vaxtınız xeyir. Qarşıda qurbanlıq günü gəlir və bu bayram münasibəti ilə hər birinizi səmimi qəlbdən təbrik edirəm. Allah Teala bütün dünya müsəlmanlarının keçəcəyi qurbanları qəbul etsin. Həqiqətən də qurbanlıq və Ramazan müsəlman aləmində ən böyük bayramlardan hesab olunur. Qurbanlıq qərib sözündəndir, yəni yaxınlaşmaq mənasındadır. İnsanın qurbanlıq vasitəsilə Allaha yaxınlaşmasıdır. Təbii ki, bizim keçəcəyimiz qurbanların içərisində məqsəd budur ki, biz qurban kəsiriksə Allaha yaxınlaşmalıyıq. Yəni, nəfsimizin üzərindən də xətt çəkməyi, nəfsimizi kəsməyi də, günahlar qarşısında vəra sahibi, təqva sahibi olmağı da bacarmalıyıq. Həqiqətən də qurbanlıq əti necə paylanır və qurbanlıq ətini necə bölmək lazımdır, o haqda qısa olaraq danışardım. Ümumiyyətlə, qurbanlıq dediyimiz kimi Allah Quran-ı Kərimdə də buyurur ki, qurbanlıq kəsdiyiniz heyvanların nə əti, nə qanı Allaha çatmaz. Allaha çatan yalnız sizin təqvanızdır. Təbii ki, bunlar hər biri simvolik məna daşıyır. İstər qurbanlıq, istər başqa rituallar olsun, hər birinin mənasında insanın Allaha yaxınlaşması dayanır. Əziz dostlar, qurbanlıq dediyimiz kimi necə kəsilir və necə paylanır? Həcdə olanlar üçün, həcc ziyarəti olanlar üçün qurban kəsmək vacibdir. Amma həcdən qeyri yerlərdə olan insanlar üçün isə qurban kəsmək müstəhəbdir. Yəni, bəyənilir, kəsməsi daha yaxşı olar. Amma insan bunu istəsə özünə vacib edə bilərmi, yoxsa yox? Bəli, edə bilər. İnsan bunu özünə vacib edə bilər. Məsələn, nəzir vasitəsilə bir nəzir eləyir ki, oğlum sağ-salamat əskərlikdən gəlsin, qurban kəsəcəm. Bu olacaq qurbanlıq vacib. Yəni, insan həmən o müstəhəb qurbanı nəzir vasitəsilə də özünə vacib edə bilər. Bundan da əlavə qurbanlıq əti neçə hissəyə ayrılır?